Karbonaz da bugün danışdığımız maşın vaxt keçsə də dəyərini itirməyən modellərdəndir. BMW X5 E53, bir çoxlarının əsl X5 dediyi model. Bu model BMW-nin istehsal etdiyi ilk SUV-dir. 1999-dan 2006-cı illər arasında istehsal olundu və markanın tarixində tam yeni bir səhifə açdı. Əslində bu layihənin başlanğıcı 1994-cü ilə gedib çıxır. BMW Land Rover-i satın aldıqdan sonra öz SUV modelimizi yaradaq ideyası ortaya çıxdı. E53 layihəsinin baş mühəndisi Eduard Valek idi. Dizayn üzərində isə Kaliforniyada və Münhendə ciddi işlər getdi. Chris Chapman və Chris Bangle bu modelin formalaşmasında əsas rol oynadı. 1996-cı ildə dizayn artıq təsdiqləndi və istehsaldan 3 ilə yaxın əvvəl tam şəkildə donduruldu. 2000-ci ildə isə model rəsmi olaraq təqdim olundu. Maraqlı tərəfi isə odur ki, bu maşın tam sıfırdan yaradılmamışdı. BMW Land Rover texnologiyalarından ilham aldı. Məsələn, yoxuş eniş nəzarəti, Hill Descent Control sistemi və 2 hissəli baqaj qapısı birbaşa Range Rover-dən götürülmüşdü. Eyni zamanda xərcləri azaltmaq üçün bir çox elektronika və detallar BMW E39 modelindən istifadə olunmuşdu. Amma bütün bu qarışıq nəticəsində ortaya çıxan maşın tamam fərqli idi. O dövrdə bir çox SUV-lər iri və ağır hiss etdirirdi. Amma E53 idarə etməsi ilə sanki sedan idi. Hissiyatı isə tam BMW. Kaput altında isə seçim çox idi. 3 litrlik benzin, 4,4 V8 və dizel variantlar. Xüsusilə 3 litrlik mühərrik Azərbaycanda ən çox seçilənlərdəndir, balanslı və dözümlü. Bu maşını bugün dəbdə saxlayan əsas şey isə sadədir. Dizaynı köhnəlmir, yolda özünü göstərir və sürəndə hələ də o klassik BMW hissini verir. Bəli, yaşına görə bəzi xərclər qaçılmazdır. Askı elementləri, yağ sızmaları və digər texniki məsələlər ola bilər. Amma düzgün baxılmış E53 hələ də sahibini üzməyən modellərdəndir. Buna görə də Azərbaycanda bu modelin fanatları hələ də çoxdur. Bu sadəcə köhnə X5 deyil, bu bir dövrün başlanğıcıdır. İndi isə əsas sual, səncə əsl X5 elə budur, yoxsa yeni modellər onu çoxdan keçib?